Bəsirət açılması həqiqətən olur? Bu sual çox insanı maraqlandırır. Bəzən deyirlər ki, filankəs insanların niyyətini hiss edir, hadisələri qabaqcadan duyur, sanki qəlbi ilə görür. Bəs bu doğrudumu? İslamda cavab budur. Bəli, bəsirət deyilən bir hal var. Amma bu, xüsusi bir fövqəltəbii güc deyil, qəlbin təmizlənməsi, iman və təqva nəticəsində yaranan dərin bir anlayışdır. Bəs bəsirət nədir? Bəsirət, insanın gözlə görmədiyini qəlbi ilə sezməsi, hadisələrin iç üzünü daha dəqiq anlamasıdır. Sanki Allah insanın qəlbinə bir aydınlıq verir. Bu, hər kəsdə ola bilər, amma hər kəsdə eyni dərəcədə olmur. Bəs necə açılır? İnsan günahdan uzaqlaşdıqca, qəlbi təmizləndikcə, Allahı çox zikr etdikcə bəsirəti güclənir. Qəlb cilalandıqca bir növ həqiqəti daha dərindən hiss etməyə başlayır. Quran bunu belə bildirir. Əgər Allahdan qorsanız, O sizə haqlə nahaqqı ayırt edə biləcəyiniz bir nur verər. Ənfal 29. Yəni Allah təqvalı insana iç nur, anlayış, sezgi, yəni bəsirət bəxş edir. Əsl həqiqət budur. Bəsirət açılır, amma sehr və ya gizli güc kimi yox, Allahın verdiyi nur və qəlb aydınlığı kimi. Qəlb təmiz olduqca insan hadisələri daha doğru görür, insanları daha yaxşı anlayır və həyatın həqiqətlərini daha aydın dərk edir.